Hər kəsə salam, inşallah yaxşısınız. Mən də şükür yaxşıyam. Həmişəki kimi səhər tezdən durmuşam, havalandırıram otağı. Qaynanam hələ ki burada yatır. Əməliyyat sonrası burada özü üçün rahat yatır. Və ne deyirdim, səhər tezdən durdum, tez onun pastelləri yığdım, yoxsa biraz geciksəm bilirəm ki, o özü başlayacaq ora yığmağa. Amma siz də bilirsiniz də belə xəstəliklərdə çox belə yorulmaq, çox belə biraz ağır şeyləri eləmək olmaz və mən də çalışıram ki, ona heç bir şey icazə vermirəm. Ne deyirdim, vermirəm və həm otağı havalandırıram, həm də tez pastelləri yığıram, yerbəyer eləyirəm. O indi zavtrak eləyir və biz getməliyik. Bizim bugün sümük müayinəsi var. Təəssüf ki, belə bir şey də bizə deyiblər, biz eləməliyik. İstəyirəm bu otağı təmizləyim, səliqəyə salım və uşaqlara tapşıraram ki, biz gələnə kimi biraz vaxt qalanda onlara zəng eləyirəm. Onlar kondisioner vururlar bu otaqda və bu otaq biraz belə çox sərin olur. Söndürürlər, qaynanam uje burada özü üçün istirahət eləyir. Düzdür, uşaqlar da girirlər bu otağa. Mən də girib oturub çay içirəm, kofe içirəm onunla. O həmişə burada tək qalmır. Biz də onun yanına gəlib gedirik, amma biz çox o birisi tərəfdən istifadə eləyirik ki, hansı ki kuxna, o birisi otaqlar var. Uşaqlar çox belə arada nətər deyim, podvijni olurlar, çox belə şum eləyirlər, səs eləyirlər, çox o tərəf, bu tərəf gəzirlər. İstəmirəm ki, o incinsin, o narahat olsun. Bilirsiniz, belə zamanlarda belə tabletkalar içəndə insan istər-istəməz həm əsəbi olur, həm fikirləşir ki, bəs niyə də belə xəstələnmişəm. Mən də məncə çox əsəbləşərdim. Çünki bir adam hansı ki vərdiş olub, nəsə eləyirdi. İnanın ki, rayonda evləri var, orada özü üçün işləyirdi deyəndə baxırdı evlərinə, həyatda nəsə əkirdi, nəsə eləyirdi. Birdən-birə belə bir şey oldu və yaydı, istəyir. Rayonda bizdə Qusarda çox belə serin, qəşəng havaları var da, bilənlər bilir indi. Mən də istəyərdim həyatda nəsə bir iş görüm, nəsə eləyim, amma təəssüf ki, belə alındı. İnşallah yaxşı olar, axırı yaxşı olsun. Bu otağı qəşəng təmizləmişəm, səliqəyə salmışam, pəncərəni bağlamışam, indi qapını da örtərəm. Uşaqlar onsuz da bura girmirlər, bu otaqdan istifadə eləmirlər. Bilmirəm, uşaqlar belədir. Bizim də 12-yə işləmiş müayinəsi var və biz uşa gəldik, çatdıq, qaynanam girdi və mən də çıxdım. Ona deyiblər ki, belə biçenkə belə şeylər alın ki, orada acıqsa, orada bir 3 saat qalmalıdır. Biz bilmirdik, biz elə bilirdik ki, tez çıxacaq, amma deyiblər ki, bir 3 saat orada qalmalıdır. O otaqda nəsə iynə vururlar. 1 saat gözləyirlər ki, o iynə bütün bədəni nəsə eləsin ki, sümüklər hamısını görsünmü? Bilmirəm, indi belə şeyləri heç bilməyə də inanın ki, istəmirəm, heç istəməzdim ki, o da belə bir duruma düşsün. O nemli salfetkaları xoşlamır. Mən də iyisiz nemli salfetka da aldım. Bəlkə də lazım olar. Yoğurt aldım, peçenka və 2 trubaçka ilə sok aldım. Və gəldim, çatdım. İndi ona onları verərəm və özüm də oturub orada baxaram da indi nə edirəm. 3 saat orada nə edirəm. Buradan evə gedib gəlmək inanılır gibi bir şey değil. Çünki çox uzaqdadır. 1 saat biz ancaq çatmışıq burada. 1 saat deyəndə 35-40 dəqiqə və gedib gəlmək də məncə lazımlı şey deyil. Oturmuşam burada, gözləyirəm, sərindir çox. Arada üşüyürəm desəm, çoxu burada kişilər idi, onlar çıxdı çöldə. Orada bisetka var, orada durublar. Mən özüm üçün də belə bir sok almışam. Düzdür, qazlı sokları o qədər xoşlamıramsa da, amma yenə də aldım. Çünki görürəm ki, acıqıram və acıqanda da su içə bilmirəm. Fındıqları idi, biz gətirmişdik. Biz uşa gəlib çatmışıq evə. Yorulmuşuq və gördük ki, uşağı idmana çağırıblar. Gözləyir ki, dostları çıxsın. Bu da çıxmaq istəyir çölə. Bilmirəm, bunların idman var ya, biraz çölə nəsə eləyirlər çöldə. Arada bunların müəllimi belə çıxardır.
uşağı aparmışam belə çölə. Çıxartmışam, özüm də girmişəm bazar stora. Ən sevdiyim yer hələ ki buradır. Burada xoşlayıram baxmağa. Burada bunları gördüm, düzdür, istədim alım, amma sonra fikirləşdim ki, yox da bunlardan bəlkə qəşəngləri də aparam bir gün. Gəzirəm burada, onsuz da heç nə bugün eləməyə nə həvəsim var, nə də eləməyə də istəmirəm, çünki çox yorulmuşam. Qiymətlərə baxıram, məhsullara baxıram, nə var, nə yox. Düzdür, bu perçatkaları istəyirdim alım. Sonra fikirləşdim ki, bunlardan hələ aptekdən daha çox ala bilərəm bu qiymətə. Ona görə də onları da öz yerinə qoydum. Gedirəm, nə aldım? Görürsüz, mərci aldım, kalbasa aldım, peynir. Onlar skidkadaydı və kalbas mən gördüm ki, sveji kalbasaydı. Gətiriblər. Mən də dedim, almaq lazımdır. Baxıram nə var, nə yox burada. Qiymətlər nətərdir, nə lazımdır evə. Elə vaxtlar olur ki, evdən bir şey üçün çıxıram, görürəm ki, o lazım olan şeyi almadan o lazım olmayan şeyləri hamısını alıram. Qab şampunu da ən ucuzu alıram. Həmişə sabunlar olaraq bunları istifadə edirəm. Həm böyükləri, həm balacaları. Bunlardan daha çox xoşum gəlir. Çünki daha belə qəşəngdir və bunları istəyirəm sınayım. Birinci dəfədir bunları görürəm. İstəyirəm baxım. İstəyirəm dadına baxım. Birinci dəfə görürəm. Alyonkanı çox xoşlayıram, plitkaları. Aldıqları aldım, gedirəm evə, görürəm ki, oğluşum burada öz idman dostları ilə nəsə oynayırlar. Onların idman növü şeydir, taekwondo. Amma burada basketbol oynayırlar. Müəllim belə istədi, dedi ki, biraz açılsın. Və mən də gedib evdə baxaram, nə iş görərəm, nə yeyərəm, nə eləmərəm. Çünki bilmirəm, inanın ki, səhər tezdən bir yerə gedib gələndə elə yoruluram ki, heç nə eləmək istəmirəm. İstəyirəm ki, çox belə istirahət edeyim. Həm havalar çox istidir, həm çox bizim nə deyim, evləri təmizləyə də bilmirəm. İstəyirəm dib köşə qəşəngcə təmizləyim, pəncərələri, hər yeri təmizləyim, amma onu da eləyə bilmirəm. Niyə? Çünki biz bu günlərdə rayona da getməliyik və ona görə 48 manatlıq idi deyəsiz, oja görmürəm. Aldım, göyərti aldım. Bugün nəysə qalmışdı, amma qalmır aradan. Mərci aldım, istəyirəm mərci sup hazırlayım. Bilmirəm, bugün çatdıra bilərəm ya yox, nə hazırlayaram. Burada qiymətlərə də baxıram özüm. Neçəyə almışam, neçəyə almışam. Mərci aldım və başqa nələr aldım. Elə bilirəm ki, nəsə düz vurmayıblar. Baxıram, amma düzdür. Məncə düz vurublar hər şeyi. Bunu almışam. Bu 1 manat idi. Bunu arada belə alıb işlədirəm. İyisi qəşəngdir. Dediyim kimi 1 manat idi, 99 qəpik. Mayonez aldım, olmazsa olmazı. Məndə həmişə mayonez olmalıdır. Bunu aldım, istəyirəm baxım, indi dadım, çayla içim. Bu sabunları dediyim kimi, bunların böyükləri mən hamamda işlədirəm, duşa kabində. Amma balacaları el yumağa, rakavinin üstünə qoymağa daha yaxşıdır deyə fikirləşirəm və iyisi də qəşəngdir. Bu oğlan pendiri aldım. Bunu çox alıram. Bu çox indirimdə də olur. Həm yaxşıdır. Bu kalbasa, sap kalbasaları xoşlayıram. Almışam. Bu da indirimdə idi və yeni gəlmişdi. Srazu aldım. Gördüm ki, yeniləri asıllar aldım və bu pendirdə yeni gəlmişdi. Aldım srazu və çox xoşa gedir də. Həm sendviç eləyirik, həm belə yağ olaraq bunu istifadə edirik səhər yeməyinə. Bu da yeni gəlmişdi və inanın ki, qiymət yadında deyil. Gördüm ki, yenidir. Dedim, vipiçkalara, paxlava, pirog zat eləyəndə məncə bu yaxşı gedər. Həm margarin kimi bir şeydir də. Bunu da aldım. Bunlar aldıqlarımdır. 48 manat vermişəm bunlara hamısına. Halal xoş olsun hamıya, hamının ruzusu Allah versin. İnşallah heç kimə möhtac olmasın və mən başlayıram çay içməyə. Qızlardan xahiş elədim ki, mənə çay süzsünlər və mən bu peçenkaları istəyirəm.
dadım. Qızıma deyirəm ki, sən qəşəngcə tut. Mən də baxım nətər yeyim. Yeyə bilmirəm, düzdür. Mukbang çəkən xanımlara fikirləşirəm ki, onların necə bunu çəkə bilirlər. Mən bilmirəm, mən eləyə bilməzdim. Və içində belə yaşıl pasta kimi nəsə var, krem kimi bir şey. Dadı elə bir piçeni, biskvit kimi bir şeydir. O kadar wow diye bir dadı yoxdur. Və istəyirəm xaladelniki səliqəyə salım. İstəyirəm xaladelniki də səliqəyə salım. Biz bu bardak həmişə olur. İnanın ki, qoyuram, özüm bilirəm ki, mən bunu saxlamalıyam da səliqəli. Amma elə vaxtlar olur ki, tez-tez hər şeyi qoyuram, yer eləmirəm, daha rahat belə sakitcə qoyuram, getirəm və sonra baxıram ki, yox bardaqdır. Amma deyirəm ki, yox da bugün gərək mən buraları silim. Belə çirkin deyil, təmizdir. Sadəcə üstdən belə təmizləmək lazımdır. Belə akuratına hər şey qoymaq lazımdır ki, səliqəli olsun. Belə qızlar, günlər belə keçir. İnşallah görürəm ki, yaxınlarda məktəb də başlayacaq. Bilmirəm, indi heç nə hazırlanmamışıq, heç hazırda deyilik məktəbə. Alması çox şey var uşaqlara. Forma almalıyam, dəftər, kitab almalıyam. Çox şey var almağa, amma hələ ki düşünürəm biraz da səbr eləyək, sonra başlayaram məktəb şeyləri, ləvazimatları almağa. Bir rayona da gedib gələk. Sonra başlayaram, nə lazımdırsa hamısını alaram inşallah. İnşallah bu videonu bəyənərək baxarsınız, like olub abunə olmaya unutmazsınız. Xoş olar çox, çünki çox maraqlı olur yeni insanları tanımağa, yeni insanlara öz gündəliyindən bir günü göstərməyə. Bu elə olur ki, serialdır, o ssenaridir, sizə verirlər, siz ona baxırsınız, kimsə yəni bunu çəkib paylaşır. Bir də var ki, bu nədər deyim, real həyatdır da, həyatda nə baş verir bir hissəsini sizə paylaşıram. Belə qəşəng səliqəli qoydum, məncə səliqəlidir. Çünki çox nəsə istəməyərək elədim bu təmizliyi. Və günün ən yaxşı hissi hələ budur. Hər gün bunu eləməliyik. Bunu eləyirik saat 4-5 arası. Niyə? Çünki saat 6-da qaynanamın tabletka var və o nə yemək yeyən vaxtı, nə belə yeməkdən sonra da deyil. Dedim, gərək bu vaxtı biz kofe içək ki, sən də tabletka içəndə rahat olarsan da. Belə günün bu hissədə bu kofe içməliyik. Türk kofe içməsəm mən bilirəm ki, başım çox ağrıyır. Bu da mənim axşam yeməyi. Axşam yeməyi də mən lobiya hazırladım. Nə mərci hazırladım, nə başqa bir şey. Lobiya hazırladım. Yaşıl lobiyanı çox sevirəm. Burada mən gedirəm, uşağımı həm çöldən götürməliyəm, həm də bir marketə girib almağa şeyləri var ki, bəzi şeylər hansı unutmuşam, salfetka, belə bir şeylər. İnanın ki, marketə 2-3 dəfə getsəm də yenə nəsə tapıram, alıram. Buradan oğluşumla gedirik, o gəlirdi və dedim, gəl mənimlə marketə girək, sonra evə girək. Balıqlara baxıram, istəyirdim farel, qırmızı. Arada marketdə tapıram da Arazda. Amma nəsə bugün görmədim. Skumbriya istəyirəm farel, qırmızı balıq istəyirəm duxovkaya qoymağa. Bunlar da kesib belə kusoklar olur arada, amma bugün nəsə görmədim. Onu istəyirdim hazırlayım qaynanama. Amma tapmadım. Bunları aldım, salfetka, bunları alıram. Biraz konfet aldım, belə uşaqlara aldım. Bu karamel alıram, skaska xoşlayıram çayla içməyi. Bir də qarovka var, karamel qarova olan. Bir də bunları xoşlayıram. Bunları çayla içməyi xoşlayıram. Belə şirin dadı var. Kofelər aldım. Bu olmazsa olmazıdır. Məndə olmalıdır. Gündə 3-4 dəfə arada görürəm ki, kofe içirəm. Və bunları aldım. Uşaqlar bunları istəyirdi baxmağa, bunların dadmağa.
İnanın ki 3 uşaq var və üçünə də hər birinə bir almıram. Nə dadmaq istəyir, alıram bir bunu. Например, üçü də stakana süzüb içərlər və çipsi də üçü də yeyərlər. Çünki bilirəm orada başqa, yenə dediyim ki, wow bir dad yoxdur, onu biz bilirik. Bunları sadəcə onların ürəyində qalmasın deyə, onların belə dediyim kimi ürəyimdə qalmasın deyə alıram və üçü də bilir ki, onsuz da üçü də birlikdə oturub yeyəcəklər indi. Baxsınlar dadına. Onsuz da indirimdə idi və aldım. Bilmirəm, yeydi. İstirahət eləsinlər, kef eləsinlər. Şükür Allaha. Belə qızlar, bugün də burada bitirmək istəyirəm, planlaşdırıram burada bitirməyə. Düzdür, gün belə çox maraqlı keçir, çox belə yorucu keçir. Məndə inanın ki, xəstə baxmağa o qədər də rahat deyil. Xəstə, yatılı xəstə olmasa da yenə də xəstədir də. Ona görə də çalışıram ki, nə onun xətrinə dəyim, nə özümdə işləri qoyub nəsə belə çirkində yerdə oturub durmaq da istəmirəm. İstəyirəm ki, həm o rahat olsun, həm mən rahat olum. Bilim ki, o da rahatdır, mən də rahat olum. O nə istəyirsə onu istəyirəm, daha çox bişirim, hazırlayım.